Artıq lift özü ağ bayraq qaldırır ki, məndən əl çəkin. Artıq gücüm yoxdur. Təsadüf oldu, 4-cü mərtəbəyə qalxdıq. Lift çıxdıq çölə, qayıtdıq, klopkanı bastıq, işləmədi artıq. Bu təsadüf oldu ki, biz artıq içəridə qalmalıyıq. Demək olar ki, hər gün qalır adam. Düymələri yoxa çıxıb, qorxulu səslər çıxarır, tez-tez xarab olur. Qaynar xəttimizə gələn bu dəfəki şikayət 36 illik köhnə liftdən idi. Üst tutduğumuz ünvan Binəqədi rayonu Biləcəri qəsəbəsi Xudadat Məlik Aslanov küçəsində yerləşən məhəllə 5057-68, bina 4-dür. 9 mərtəbəli tikilinin 9-cu və 10-cu bloklarında yaşayan sakinlər liftlərin qəzalı vəziyyətdə olduğunu iddia eləyir. Deyirlər ki, bu qurğular uzun illərdir 100-dən artıq ailəyə xidmət eləyir. Əvvəllər pis yaxşı işləyirdi. Xarab olanda təmir olunur və işləməyə davam eləyirdi. Ancaq artıq işlək lift hər gün onlarla insana qorxulu anlar yaşadır. Sakinlərin hər dəfə liftə minib mənzillərinə qalxıb düşmək istəyi liftin insafına qalıb. Şans üzlərinə gülərsə, sağ-salamat liftdən çıxa biləcəklər. Yox, əgər nasazlıq baş verərsə, bax, əsl qorxu filmi onda yaşanacaq. Elə buna görə də bu çox mərtəbəli binanın hər mərtəbəsində liftin yanında yapışdırılan bir kağız parçasına bu sözlər yazılıb. Liftdə adam qalarsa, bu nömrələrlə əlaqə saxlayın. Gözdə ki, kimsə gələcək, səni oradan qurtaracaq. Elə gün yoxdur ki, mən bir dəfə buranı ayaqla qalxmayayım. Yəni ki, bu axır bu bir ildə adi bir hal olub bizim üçün. Yəni liftin monitoru paşiş elə bir ki, burada yaşayır da, hər gün buradadır. Yəni, bu ucu düzəlləsi deyil, bu istismarı qutarılmış bir liftdir, bunun dəyişilməyi məsələdir. Baxın, görürsünüz. Fakt kimsə çağırır. 3-cü mərtəbənin knopkasını basanda 9-a qalxır. Şikayətçilərin sözlərinə görə binada əksər ailələrdə yaşlı insanlar yaşayır. Onların sağlamlıq imkanları əl vermir ki, çox sayda pilləkəni piyada qalxıb düşsünlər. Vəziyyət o qədər acınacaqlı hal alıb ki, hansısa sakinin mənzilində halı pisləşəndə çağırılan həkim belə mərtəbələri piyada qalxmalı olur. Liftə minib çəkiliş edərkən mövcud vəziyyətdən özümüz də agah olduq. Bu cür köhnə, qorxulu səslər çıxaran liftə minmək sözün əsl mənasında ürək tələb eləyir. Məsələn, mənim özümdə 2 dənə uşaqdır, uşağı məktəbə apar, gətir, düşür aşağı, qalxanda indi nəsə alır, buradan bazarlıq eləyir, qalxanda yüklə, uşaqla zülümdür qalxmaq yuxarı, qalxmaq olmur. Bir dənə 1-ci mərtəbə ilə 9-cu mərtəbə işləyir. Təsəvvür edin, 5-də qalan biri basır, qalxır, 9-u basır, qalxır, 9-u 9-dan təzədən düşür. Qalxırıq yuxarı, yuxarıdan aşağı düşəndə bir dənə səsi ecadım var. Hətta lift işçiləri özləri dəfələrlə gəlib, mənim yoldaşıma deyiblər ki, liftə minməyin də, qəzalı vəziyyətdədir lift. Bir neçə müddət bundan qabaq Biləcəridə bir liftə qəza oldu. İnsan həyatını itirdi. O vəziyyətdən artıq biz rastlaşmışıq. 10 ildir çalışırıq ki, bu qırılan liftimizi düzəldir. Artıq lift özü ağ bayraq qaldırır ki, məndən əl çəkin. Artıq gücüm yoxdur. Müsahiblərin bu illər ərzində liftin dəyişdirilməsi üçün müvafiq qurumlara müraciətlər etdiyini deyir. Ancaq dəyişən nəsə yoxdur. Yenə də köhnə hamam, köhnə tas. Dəfələrlə şikayət eləmişik, məktublar yazmışıq, şikayət məktubları yazmışıq. Ustalar gəlirlər, baxırlar, amma təmir eləmirlər. Təmir olunan şeydə yenidən xarab olur. Qəza baş versə, ağır bir qəza baş versə, bir şey olsa, kim cavab verəcək, bu bilinmir. Problemə çarə axtarmaq üçün ilk növbədə ərazidən cavabdeh qurum olan Binəqədi rayon icra hakimiyyətinə üst tutduq. Buradan bizə deyildi ki, vətəndaşların problemi ilə bağlı mütəmadi olaraq aidiyyəti üzrə müraciət ünvanlanır. Qurum tərəfindən bir neçə dəfə aidiyyəti üzrə Lift Təmir İstehsalat Birliyinə müraciət olunub. Liftlərin düzəldiləcəyi ilə bağlı cavab gəlsə də, hazırki vəziyyət onu deməyə əsas verir ki, ortada hansısa nəticə yoxdur. Bunun niyəsini öyrənmək üçün adı çəkilən qurum, yəni Lift Təmir İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumdan verilən cavaba görə, hazırda sözlükdən ünvanda yerləşən liftlər işlək vəziyyətdədir. Hansısa nasazlıq yarandığı təqdirdə birliyin əməkdaşları lazımi tədbirləri görəcək. Əlavə olaraq qeyd edildi ki, qurumun balansında olan istismar vaxtı keçmiş, 25 ildən artıq işləyən liftlər qrafika uyğun olaraq dəyişdirilir. Həmin ünvandakı liftlərin dəyişdirilib, yeniləri ilə əvəz olunması planlaşdırılır. Sadəcə mərhələli şəkildə icra olunduğuna görə bir qədər zaman alacaq. Odur ki, Xudadat Məlik Aslanov küçəsində yerləşən məhəllə 5057-68, bina 4-ün sakinləri hələ bir müddətdə bu köhnə liftlərdən istifadə etməli olacaq. Nə deyək, vəd verilibsə, gözləməkdən başqa çarə yoxdur. Nigar Namik, Əhməd Mahmudov, Real.